öyrəndiklərimi iş həyatında Sınadım. Tamam, bu dəfə deyəcəm. Salam, mən İsmailova Nərgiz. Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra özümü yeni bir sahədə sınamaq qərarına gəldim. Bunun üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Onların sayəsində İATM kursu ilə tanış oldum. Sıfırdan başladığım mühasibatlıq sayəsində İATM kursu mənə çox şey qatdı. Xüsusilə təlimçimiz Yusif Ələkbərov sayəsində tədrisin daha anlaşıqlı və sadə olması bu təcrübəmi mənim üçün daha da asanlaşdırdı. Kursu bitirdikdən sonra İATM Karyera Mərkəzinin rəhbəri Nail Mikayılovun dəstəyi ilə öyrəndiklərimi iş həyatında tətbiq etmək və daha da mükəmməlləşdirmək şansı əldə etmişəm. Başda Adil Fətullayev olmaqla İATM kollektivinə təşəkkürümü bildirirəm. Mühasibatlıq sahəsini doğru şəkildə öyrənib iş həyatında tətbiq etmək istəyirsinizsə, siz də İATM kursuna müraciət edə bilərsiniz.